Məhəbbət nədir? Məsələn, tutaq ki, biz övladımızla gedirik, övladımız dükan bazarda hər nə görür istəyir. Biz ona hər istədiyini veririk, yox, qadağa qoyuruq, olmaz. Əlindən tuturuq, çəkirik bu tərəfə. O olmaz, bu olmaz. Məsləhətli, faydalı, lazımlı şey nədirsə seçərik, özümüz ona verərik. Burada kim deyə bilər ki, olmazı deyəndə valideyn, ana, övladına məhəbbəti azdır. İstəyi azdır. Əksinə, Allah göstərməsin, görürsən, belə bir hal olur, xəstəni aparırlar, deyirlər ki, həkimlər götürün, day, aparın evə, ürəyin nə istəsə verin, day, qutardı. Bu yaxşı söz deyil, bu yaxşı hal deyil. Həkim ki, deyəndə buna hər istədiyini verməyin, filan şeyləri verin və xəstənin sağalması üçün lazımdır ki, həkim göstərişinə xəstə oturub dursun. Bəli, o zaman bilinir ki, sağalmağa ümid var. Vay o gündən ki, həkim deyə, yox da, aparın, nə istəyir, verin buna. Nə istəsə, alın, verin, onsuz da 3 gün, 5 gün ömrü qalıb. O sözdən adam başa düşür ki, artıq vəziyyət çox ağırdır. Ümid yoxdur. Allahımız bizə qadağalar qoyursa, bizə göstərişlər verirsə və bizdən istəyirsə ki, biz bunlara əhəmiyyət verib, əmr və göstərişlərlə həyatımızı tənzimləyək və o cür yaşayaq, Allahımızın bizə məhəbbətindən xəbər verir və bundan xəbər verir ki, hələ də bizim sağalmağımıza ümid çox böyükdür. Görsən, hər dəfə gəlir, Ramazan ayı gəldi. Hər dəfə gəlir, Məhərrəm ayı gəldi. Hər dəfə elə bir gəlir, əlimizdən tutur, bizi çəkir özünə sarı. Elə bir biz üz alıb gedirdik, üz çevirib gedirdik. Hər dəfə Allah gəlir, əlimizdən tutur, çəkir özünə sarı. Əlimizdən tutur, çəkir özünə sarı. İstəmir biz öz başına qalaq və gedək. Çünki öz başına qalmaq çox çətin bir işdir. Dillər Ümmü Sələmə gecənin bir aləmi idi, gördü Həzrət Peyğəmbər yerində yoxdur. Baxdı o tərəf bu tərəfə, gördü bir küncdə dua eləyir. Gedim qulaq asım, görüm Peyğəmbər nə duasını eləyir. Baxır, qulaq verir, görür Peyğəmbər dua eləyir ki, İlahi la təkilni ila nəfsi tarfətə qaynin əbəda. İlahi bir anlıq olsun məni öz başıma buraxma. Nəzərimi məndən çəkmə, diqqətimi məndən çəkmə. Ya Rəsulallah, siz bu duanı eləyirsiniz? Siz Allahın ən əziz giramı bəndəsisiz. Siz o insansız ki, məsumsuz, paksız, sizin keçmiş və gələcək günahlarınız, günah sizə yaxın dura bilməz. Siz bu duanı eləyirsiniz, o duanı gərək məni kimi insanlar eləyə ki, Allah bir anlığı olsun məni öz başıma buraxma. Nəzərimi məndən ayrı salma. Peyğəmbərimiz buyurdu, qardaşım Yunus bir anlığa öz başına qaldı, getdi düşdü balığın qarnına. Yunus Peyğəmbərin həyatında bir hekayəsi var. Bir anlığa deyir, öz başına qaldı, getdi düşdü balığın qarnına. Öz başına qalmaqdan ağır və dəhşətli bəla yoxdur. Olmasın ki, Allah bəndəsinə desin ki, ata öz övladına dediyi kimi, mən səni bəndəlikdən çıxartdım, get nə bilirsən daha elə. Xətəməllahu alə qulubihim və alə səm'ihim və alə əbsarihim qışavə. Allah möhürləyir insanın qəlbini və onun gözlərinə pərdə çəkir, qulaqlarına pərdə çəkir ki, heç nə görməsin, heç nə eşitməsin. Qəlbi möhürlənib, heç nə anlamır, başa düşmür. Bax, Allahın qəzəbi budur. Allahın rəhməti nədir, məhəbbəti nədir? Budur ki, hələ ümidi var, sağalmağı var, durmağı var, ayaq üstə qalxmağı var, irəlləmək və gözəlləşmək və ümid var deyə Allah sənə Ramazan göndərir. Qadağa göndərir, olmaz deyir, olar deyir, vacib deyir, müstəhəb deyir. Bax, Allahın məhəbbəti ən çox burada görsənir. Allah bəndəsi ilə mehribancasına davranır. Biz göstəriş verməyi mehribancasına davranmağın nişanəsi bilək. Əfsuslar olsun ki, bəzi məqamlarda bir çox insanlar bu cür başa düşmür. Elə bilir ki, bundan acığı gəlir, ona görə göstəriş verir. Qabaq, məsələn,
müəllimə təşəkkür bildirərdilər ki, sağ ol ki, sən mənim övladımı bir tənbeh eləyib, bir qulaq vurması verdin. İndi görürsən, bir balaca qulaq vurması verəndə hər tərəfdən düşürlər müəllimin üstünə ki, sən niyə belə elədin? Düzdür, bizim şəriətimizdə, dinimizdə də var ki, müəllimin tənbehi bir həddə qədər olmalıdır, vurmamalıdır, təhqir eləməməlidir. Bunlar öz yerində. Amma bu o demək deyil ki, elə büsbütün sığallamalıdır, nəvaziş etməlidir, müəyyən qədər, müəyyən formalarda tənbehlər olmalıdır. Müəyyən qədər, müəyyən formalarda tənbehlərin olması onu göstərir ki, müəllim şagirdi çox istəyir. İstəyir ki, bu yetişsin. Ona görə də o yetişəndən sonra gəlir, müəllimin əllərindən öpür, deyir ki, ustad, sağ ol ki, sən məni bu tənbəhi elədin, bu qulaq vurmasını verdin. Sənin bu əllərimə mən fəda olum ki, mən hara çatmışamsa, bu həmin əllərin bəhrəsidir. Yoxsa mənə elə hər dəfə sığal çəksəydin, mən bu yerə gəlib çatmayacaqdım. Bəli, bəzən olur ki, qulaq vurmalar olsun, tənbehlər olsun. Amma cəmiyyət bəzən bir həddə çatır ki, bunların heç birini bəyənmir. Halbuki bunlar bəzi məqamlarda bəyəniləsə haldır. Hansı müəllim şagirdə qadağa qoyanda, kim ağıllı insan deyə bilər ki, bu qadağa müəllimin şagirdə olan qəzəbidir və yaxud da nifrətidir? Yox, çox istəmir. Çox istəsəydi deyərdi, ged elə. Yox, belə deyil. Xəstəni misal çəkirik, müəllim şagirdi misal çəkirik, övladla valideyni misal çəkirik. Bu misallar hamısı onu göstərir ki, göstəriş və göstərişi qəbul edib, ona vəzifə bilib əməl etmək insan həyatını gözəlləşdirir və dinin təbliği də bundan ibarətdir. İnsana bunu çatdırmaq istəyir. Və demək istəyir ki, bunlar hamısı qadağalar, məhəbbətdir, nəinki məhəbbətin azlığı. Allahın eşqi, məhəbbəti ən çox burada görsənir.